kim bir damcı deyir, göz yaşı töksə, vəcəbət ləhul cənnə. Cənnət ona vacib olar. Bu məqam hər adama qismət olmur, amma Allah bu məqamı günahkarlara da İmam Hüseynin hesabına nəsib eləyir. Və bunun bir xüsusiyyəti var ki, bu məqam böyük məqam ola, eyni zamanda bizə qürur da gətirmir, bizi qürurlandırmır, təkəbbür gətirmir. Biz özümüzdən razı olmuruq. Bu məclis elə bir məclis ki, kim gəlir bura, başı aşağı dikilir. İmam Hüseyin hamını xəcalətli eləməyi bacarır. Lütf eləyir, həm də xəcalətli eləyir. Heç kəs gəlib burada qürurlanmır ki, mən getdim İmam Hüseyinə sinə vurdum. İmam Hüseyin yolunda canından keçən bütün sahabələrin ölüm anlarına baxın. Hamısı deyir ki, İmam Hüseyinə ki, mən əlimdən gələn boldamı heç nə eləyənmədim sənə. Əlimdən heç nə gəlmədi. İmam Hüseynin yanında şəhid olanların hamısı İmam Hüseynə borclu bilib özünü dünyadan köçüb. Ona görə mərifət sahibidirlər. Həzrət Əbəlfəz ağa demədi ki, mənim qollarım kəsildi, başım kəsildi, mən bunu elədim, mən onu elədim. Əbəlfəz ağa dedi ki, İmam Hüseynin uşaqlarına bir dənə su söz vermişdim, onu da aparanmədim, məndən heç nə çıxmadı. Başdan ayağa xəcalət halında dünyadan köçdülər.